sadə və ən faydalı növlərindən biri olan qaçmaq haqqında bəhs edəcəyik. Qan dövranını nizamlayan, bel və boyun ağrılarına qarşı ən effektiv vasitə hesab olunan qaçmaq haqqında geniş məlumat almaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Qaçan zaman orqanizmdə baş verən dəyişikliklərdən, hansı orqanların cavanlaşmasından, düzgün qaçış formalarından, bu idman növünün zərərlərindən, dünyada və bizdə qaçışın təbliğatı üçün keçirilən marafonlardan, qaçış klublarından, sevilən müğənni Zamiq Hüseynovun gün ərzində neçə kilometr qaçmasından agah olmaq istəyirsinizsə, yaxşısı buduru sona dək izləyin. Qaçmaq ürək üçün fiziki gərginlikdir. Praktik olaraq aşağı təzyiqdən başqa qaçmağa əks göstəriş yoxdur. Hətta yastayaq insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Amerikada böyük bir mərkəzdə aparılmış elmi araşdırma nəticəsi onu göstərir ki, gün ərzində 5-10 dəqiqə zəif tempdə qaçan insanlarda ürək xəstəliklərinə bağlı ölüm riski 30% azalır. Başqa bir elmi araşdırmada isə göstəriblər ki, gün ərzində 20 dəqiqə qaçmayan insanlara nisbətən insult və ürək xəstəliklərinin 45%-ə qədər azaldır. Ciddi şəkildə ürək xəstəsi olan insanların templi şəkildə qaçdığı zaman bu xəstəliyin daha da şiddətlənməsini gətirib çıxarda bilər. Qaçışla məşğul olmaq üçün birinci növbədə qaçış paltarı geyinmək lazımdır. Çünki əskər əgər döyüşə gedirsə, hökmən o hərbi paltar geyinməlidir ki, özünü əskər kimi hiss eləsin. Eyni zamanda qaçış paltarı, qaçış ayaqqabısı mənə birinci motivasiya verən bir şey oldu. Artıq mən bu paltarı geyinmişəm əynimə və özümə potensial bir qaçışçı kimi baxmışam. Qaçmaq bütün orqanizmə silkələnmə verir. O, hipertoniyadan, təngənəfəslikdən, zökəmdən qurtulmaq üçün ən yaxşı vasitədir. Bəzi insanlar var ki, xüsusən də ağciyərində iltihab proses olduğu zaman, onun hərəkət etdiyi zaman, qaçdığı zaman nə olur? Onun daha rahat bəlğəm çıxartmasına şərait yaranana görə bu insanlara müsbət təsir göstərə bilər. Yox, əgər bir insanda ciddi şəkildə zökəmi varsa, yəni pnevmoniyası varsa, bu insanın temperaturu varsa və təngənəfəsliyi varsa, bu insanın şiddətli şəkildə və yaxud da yüksək tempdə qaçmasını çox tövsiyə olunmur. Amma orta dərəcəli pnevmoniyası olan insanlarda və yaxud da bəlğəm sıxıntısı olan insanlarda, xüsusən də bütün məlumatları istifadə edən insanlarda orta tempdə qaçması burada bəlğəm çıxartmasına sürətləndirə bilər ki, bu da rahatlaşdıra bilər bu xəstələri. Bəzən də dediyimiz kimi, əgər bir insan yüksək səviyyəli arterial hipertenziya, yüksək təzyiqi varsa, bu insanlar da orta və yüksək tempdə qaçdığı zaman bunların təzyiqləri daha da yüksələ bilər. Yox, daha aşağı səviyyəli, yüksək təzyiqi olan insanlarda isə qaçmaq bunların damarlarına müsbət təsir göstərərək təzyiqləri normallaşdıra bilər. Amma bir insanın təzyiqi həddindən artıq çox yüksəkdirsə, bu insan qaçdığı zaman nə olacaq? Bizim simpatik sinir sistemimiz daha da aktivləşərək bu insanların təzyiqinin daha da yüksəlməsini gətirib çıxardacaq. Yəni biz buradakı o qırmızı xətt var ki, onu doğru seçmək lazımdır. Kim üçün qaçmaq faydalıdır? Tamamilə sağlam, aktiv olan insanın qaçması. Deyəlim ki, mən və yaxud da hər hansı bir insan uzun müddətli qaçmır, uzun müddət hərəkət etmir. Yəni bu insanın birdən-birə qaçması orqanlarına ciddi şəkildə zərər vurmuş ola bilər. Ona görə nə edirik? Mümkündürsə yavaş-yavaş templə bunun daha da artırmaq lazımdır. Hətta bəzən biz bunu görürük ki, idman zallarında həddindən artıq çəkili insanların birdən-birə sürətli və yaxud da orta templə qaçdığını verdiyimizdə bu insanların infarkt riski daha çox müşahidə olunur. Sevdiyim bir şüarım var. Özünü nə qədər pis hiss etsən də qalx, geyin və get. Depressiv anlarında evdə oturma. Əvvəl yavaş-yavaş gəzməyə başla, daha sonra qaça da bilərsən. Son hədəf olmadan, məqsədsiz. Axı, qaçmaq bütün əzələ qruplarını işə salır. Və qaçışla məşğul olduğunuz zaman yaşından asılı olmayaraq mikrosınlıqlar əmələ gəlir və sizdə əzələlərdə ağrılar deyirik, əzələm ağrıyır. Məşqi eləyib, bədən yorulduqdan sonra bədən yatır və o müəyyənləşdirir ki, ona nələr lazımdır, hansı kapilyarlar lazımdır, mitoxondrları inkişaf etdirmək lazımdır. Bu da yatmaqda, yuxuda baş verir
və o kiçik zərrə sınıqlar, mikro sınıqlar da bərpa olur və sınıqlar bərpa olduqca boyu uzanması gedir və sümüklər daha da möhkəmlənir və sağlam olursunuz. Yəni sıçramaq, tullamaq bunlar sizin üçün adi bir şeyə çevrilir. dəqiqə qaçmaq bizə 300 kilokalori enerji verməyimizi gətirib çıxardır ki, bu da bizim çəki verməyimizi rahatlaşdırır. Endokrin xəstəliklərdən, xüsusən şəkərli diabetimiz varsa, onun daha normal olmasını təmin edir. Yüksək xolesterolun əziyyət çəkən insanlarında xolesterolunu daha aşağı çəkir. Bunlar bizim və bir çox əslində həzm sistemimizi yaxşılaşdırır. Çünki biz qaçdığımız zaman bizim bağırsaq peristaltizmimiz artaraq həzmsizlik aradan qalxır. Amma bunu vurğulayım ki, yemək yeməkdə sonra qaçmaq bu faydadan çox ciddi fəsad verə bilər. Ona görə də qidalanmadan bir müddət keçdikdən sonra, mümkünsə bu 1 saat keçdikdən sonra qaçmaq daha məsləhətdir. Qaçanda tələsmək lazım deyil, aktiv olmaq lazımdır, staj toplamaq lazımdır, məsafə toplamaq lazımdır. O məsafə topladıqca bədən yığılır. Hətta ola bilər ki, çəki itirmirsiniz belə, bədən amma kiçilir, ölçülər kiçilir. Bu o deməkdir ki, bədən bərkiyir, yığılır. Bədəni bərkitmək və ondan sonra daha ağır stresslər vermək lazımdır, yarışlara çıxmaq lazımdır. Yarışlara çıxmağa tələsmək lazım deyil. Qaçmağın ən əsas özəlliyi ondan ibarətdir ki, o stressi azaldır. Quşların nəğməsini dinləyə-dinləyə parkda ya stadionda qaçmaq. Bu sizin seçiminizdir. Məncə qaçmağı elə uçuşla müqayisə etmək olar. O sözün əsl mənasında insana sanki ruh yüksəkliyi bəxş edir. Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar üçün bu çox vacibdir. Vurğuladığımız kimi, yəni bizim qaçmağımız psixolojik olaraq da bizim daha rahatlamağını gətirib çıxardır ki, daxildə toplanmış enerjini kənara verməyimizi daha rahatlaşdırır və nə olur? Bu insanların yaddaş problemləri, demək olar qaçan insanlarda yaddaş problemi çox az hallarda müşahidə olunur. Bu insanların beyninə oksigen dövranı daha sürətli getdiyinə görə bu insanların beyin hüceyrələrinin daha yaxşı qidalanmasına, bu da əlbəttə ki, beyin funksiyalarının daha yaxşı fəaliyyət göstərməsini gətirib çıxardır. Biz vəzifəmizi və yaxud da peşəmizi nəzərə alarsaq, bizim qaçmaq məsələlərində ən çox tövsiyə edən ixtisaslar bizlərik ki, peşə bizik ki, hər bir xəstəmizə tövsiyə edirik ki, mütləq aktiv həyat tərzində olun, aktiv yürüyüş edin, orta tempdə qaçmağa çalışın. Amma bunu əməl etmək məsələsinin gəldiyində isə biz bu məsələdə biraz daha tənbəlik, amma çalışırıq ki, heç olmaya həftədə bir neçə gün bunu edək. Mənimsə həftədə bir dəfə, 2 dəfə futbol oynayaraq bu qaçma həyatımdakı yerini bərpa etmiş oluram ki, yəni həftədə bir-iki dəfə futbol oynamaqla mən bunu demək olar ki, qaçıram. Uğur gətirir. Qaçmaq adama motivasiya verir. Mən qaçdığım zaman, yəni tək qaçış da deyil, mənim biznesimdə var. Qaçdığım zaman ən gözəl planları qururam. Qaçmağa təzə başlayanlardansınızsa ilk olaraq bunu bilin ki, həddindən artıq fiziki gərginlikdə qaçmaq insanı yorur, sağlamlaşdırmır. Elə buna görə də məqsədiniz dünya rekordu vurmaq yox, sağlamlıq və tonusda qalmaqdırsa, asta-asta qaçın. Əlbəttə ki, qaçmağı istəyirsən, amma qaçmağa başladığın zaman çətinliklər hiss edirsən. Ona görə çox səbirli olmaq lazımdır. Əgər birinci qaçışda gəlmişsinizsə, birinci gündürsə, hökmən siz yarım saat özünüzə məşq təyin edirsiniz və 4 dəqiqə yeriyirsiniz, sürətli 1 dəqiqə qaçırsınız və bunu 6 dəfə təkrar edirsiniz. 6 dəfə təkrar edəndə məşq bitir. Növbəti gün qaçışa gəldikdə 2 dəqiqə qaçırsınız, intervalları 2 dəqiqə. Və 3-cü gündə 30 dəqiqəni, yəni 10% artırıb 33 dəqiqəyə çatdıra bilərsiniz. Və beləcə darıxdırıcı olmur və siz artıq mental olaraq da beyniniz buna hazırlanır və 3 həftə içərisində siz bunu buraxmasanız, hər gün etsəniz, siz potensial qaçışçısınız və bundan sonra bu sizin həyat tərzinizə çevriləcək. Tək qaçanda sanki addımlarınla öz sükutunu ritmə çevirirsən. Hər addımda həm yorulursan, həm də azadlaşırsan. Elə müsahibimiz iş adamı Orxan bəy kimi. Normalda 13-15 kilometr qaçıram.
Amma onu düz deyirsiniz ki, həqiqətən də qaçanda insan özünlə tək qalır, adətən tək qaçırsansa təbii ki, və daha da bəzi şeyləri daha da yaxşı düşünə bilirsən, daha da özünlə tək qaldığı üçün bəzi şeyləri düzgün analiz edə bilirsən. Ona görə qaçmaq eyni zamanda nəinki idman, həmçinin də terapiyadır deyə düşünürəm. Qaçış bizim üçün psixoloji bir dəstəkdir. Qaçış bizim ruhumuzu qidalandırır deyərdim, gücləndirir deyərdim. Çünki qaçaraq sən dayanmadan özünlə mübarizə aparırsan, öz nəfsinlə mübarizə aparırsan və bu mübarizədən qalib çıxmaq üçün dayanmamalısın. Biznesdə də elədir. Bəzi hallarda biz yoruluruq, dayanmaq istəyirik, amma nələrsə bizi ayaqda saxlayır, nələrsə bizi davam eləməyə məcbur eləyir. Qaçış da düşünürəm elədir. Ömrünün 86-cı ilində olsa belə, qaçış idmanı ilə daim məşğul olan Tarverdi dayı üçün həyat qaçmaqdan yorulmaq deyil, dayanmaqdan qorxmaqdır. Qaçmaq mənim həyatımdır. Mən onsuz yaşaya bilmərəm. Qaçış idmanın şahıdır. Elə bir idman yoxdur ki, şahmatdan başqa. Orada qaçış rol oynamasın. Kim qaçmayıbsa, qaçsın, onda görəcək bunun ləzzətini. Məsələn, mən qaçıram, mən hələ dərman nə olduğunu bilmirəm. Səhərlər baxıram, çöldə termometrim var. Havanın temperatura görə geyinirəm, düşürəm yola. 63 ildən bu vaxta kimi necə görürsünüz? Hələ də davam edirəm səhərlər öz xoşumla. Heç kəs məni məcbur eləmir. Görürəm də xeyrini. Kim istəyir mənə oxşasın, bu yaşda başlasın qaçmağa. Heç utanmaq lazım deyil. Maşından uzaq olun. Çalışın ayaqla gəzin. Dükana maşınla getməyin. Bazara maşınla getməyin. Piyada gedin, əldə gəzirin. Rüksakdan az istifadə edin. Samakatdan istifadə eləməyin, uzaq olun. Ancaq ayaq. Ayaq nədir? Allah bizə verib ki, bunu sənin o yükünü daşımaq üçün. Qaldı ki, medalların sayına onun həddi hüdudu yoxdur. Özüm itirmişəm sayını. Azı bir 200 olar da. Kubokda bir 30-40 dənədir. Hamısı bu həyatımın bəhrəsidir. Mənim sağlamlığım mənim qüdrətimdir. Bu yaxında Rusiya birinciliyində çempion oldum. 10.000 metrə qaçışda. Məsafəni 1 saat 6 dəqiqəyə qaçdım. Bu isə Sadavoy Kalçoda Moskva marafonunda öz yaşlılarım arasında birinci yer tuttum. Bu da onun qızıl medalı. Təxirə salmayın bu idman növünü. Başlayın qaçmağa. Heç vaxtı gec deyil. Bunun yaş fərqi yoxdur. Əgər gözəl olmaq istəyirsənsə, qaç. Ağıllı olmaq istəyirsənsə, qaç. Sağlam olmaq istəyirsənsə, qaç. Daha doğrusu, xoşbəxt olmaq istəyirsən, qaç, qaç, qaç. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Sizə dünyanın ən sürətli adamı ləqəbi ilə tanınan Usain Bolt haqqında danışmaq istəyirik. O 100 metr məsafəni 9.58 saniyəyə qaçaraq dünya rekordunu vuran tək atletdir. Uca boylu olmaq qaçış idman növündə avantaj sayılmasa da, Usain Bolt'un 1 metr 95 santimetr hündürlüyündə olması ona uğur qazandırıb. Onun nəhəng addımları atletin əsl gücünü göstərir. Bolt'un 100 metr məsafəni 41 addıma qət etməsi qeyri-adidir. Qeyd edək ki, digər elit sprinterlərdə bu 45 addım olur. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında sevilən müğənnimiz Zamiq Hüseynovdur qonağım. Yavaş-yavaş o da yaxınlaşır mənə. İdmandadır hal-hazırda. Biz də gəlmişik onunla maraqlı bir söhbət eləyək.
Xoş gördüm sizi. Hoş gördük, salam aleyküm. Həmişə idmanda Çok olasınız. sağ olun. Necəsiz? Əla, əla. Demək olar ki, hər gün 1 saat, minimum, maksimum 1 saat yarım kardiyo edirəm. Həm iri addımlarla gəzirəm və xırda-xırda qaçıram. Zamiq bəy nə vaxtdan idman eləməyə, daha doğrusu kardio, qaçmağa başlayıb? 12-13 ildir ki, durmadan idman edirəm və hər gün də kardiyo eləyirəm. Düz əvvəl bu aparatda eləyirdim, sonra baxdım ki, doğrudan da dizlərə, ayaqlara çox ziyandır. Heç kimə məsləhət görmürəm. Qaçış alətində kardiyo eləsinlər. Eləsələr də maksimum 10 dəqiqə, 8 dəqiqə eləsinlər. Sonra Ziyan dizləri, olmaz. hətta mənim də Heç dizlərimdə problem əmələ gətirib. Yəqin ki, izləyicilərimiz bunu nəzərə alacaq. Onlar da açıq havada qaçacaq. Olubmu ki, heç həyatınızda idmandan bir müddətlik aralanmaq məcburiyyətində qalmısınız? Bu necə təsir eləyib sizə? Olub bir müddət ayrı qalmışam. Hansısa bir tətilində çalışmışam ki, tətil eləyəndə ümumi bədənim də tətil eləsin, yəni bədənim də istirahət eləsin. Çünki idmanı da hər gün eləmək ziyandır. Necə hər gün eləmək? Yəni müəyyən müddətdə bədən də istirahət eləməlidir, bədən də dincəlməlidir. Düzdür, yeriməyi demirəm, yerimək hər gün vacibdir. Mən hər bir insana tövsiyə edirəm ki, hər gün heç olmasa 10 kilometr insan gəzməlidir. Bu bizim ömrümüzü uzadır. Bu bizim bütün orqanlarımıza xeyirdir, bütün orqanlarımızı çalışdırır. Qan dövranı yaxşı işləyir, demirəm qaçmaq, sadəcə yerimək. Amma xırda-xırda parkda belə yerimək yox, biraz sürətli yerimək. Hər gün mən bunu edirəm. Bildiyiniz kimi 40 dəqiqədən sonra artıq insanların yağı əriməyə başlayır bədənində. Bəli. Siz də çox fit görünürsünüz. Artıq yağlar əriməyə başlayır və 1 saatdan sonra isə insanın əsəbləri sakitləşir. Nə gözəl. 1 saatı keçəndən sonra artıq sinir sistemi artıq ölür. 1 saatdan 10 dəqiqə, 1 saat 20 dəqiqə, 1 saat yarım nə qədər o arada onları eləyin ki, yəni sinirlərinizə də çox böyük faydası var. Bəli, əsəb Yəni sisteminə düşünməyə də faydalıdır. çox vaxtım olur. Mahnılarımı analiz edirəm. İdmanla məşğul olan insanların yaşını vermək biraz çox çətin məsələdir. Elə deyirlər. Elə deyirlər. Yəni ki, müəyyən vaxtdan sonra mən dostlarıma deyirəm ki, müəyyən vaxtdan sonra insanın artıq çiyin əzələləri, üz əzələləri, boyun əzələləri, ayaq əzələləri artıq zəifləməyə başlayır. İdman eləməyəndə yalnız qarında olan piylər, qarında olan artıq çəkilər, onlar üzrə çıxır. Təməlin yoxdursa, xırda-xırda eləmək lazım. Bəzən görürsən, insanlar 45 yaşından sonra başlayırlar idmana, ağırları qaldırırlar, qaçırlar 1 saat, olmaz. Əgər bunun təməli yoxdursa, sən uşaqlıqdan 20 il fasilə vermisənsə belə, olmaz. Təbii ki, sürəkli belə deyək, idman edirsənsə olar, qaçmaq da olar, özünü əziyyətə də salmaq olar. Amma mütləq şəkildə idmanı diqqət edib və mütəxəssislərə qulaq asmaq lazımdır. İdmanı da, üzməyi də, gəzməyi də, bunların da ən vacibi, ən başda olan amillərdən biri qidadır. Düzdür, bizim mətbəximiz dadlıdır, mamamın da yeməkləri, pişirdiyi yeməklər çox dadlıdır, amma çox ziyandır. Çox ziyandır. Çünki biz mətbəxlərimizdə yağdan həddinin artıq çox istifadə edirik. Bədənə ziyanlı şeylər o qədər çox var ki, mətbəximizdə. Bəli, çox yeyirik. Bunların hamısını azaltmaq lazımdır. Elə sizə baxanda hiss olunur ki, siz yemək üçün yaşamırsınız, sadəcə yaşamaq üçün yeyirsiniz. Bəli, bax, saat neçədindir? Saat hal-hazırda 2-nin yarısı. 2-nin yarısı. Mən hələ də heç nə yeməmişəm. Səhər-səhər durub balaca bir dənə kofe içib, 1 saat yarım mən kardiyo edib. Qidalanırsınız havadan, günəşdən. 1 saat yarımdan sonra mən gedib balaca zeytun yağına 2 dənə yumurtanı vuracağam. Suxariklərim var balaca. Bax, artıq 15 ildir belədir. Suxariklə mən o 2 dənə yumurtanı yeyib, bir də axşam 8-də dostlarla oturaraq və evdə nəsə yüngül bir şey yeyib, bu qədər. Həmişə idmanda qalasınız, həmişə sağlam olasınız. Təşəkkür edirəm, var olasınız. Görüşmək ümidi ilə, sağ olun. İdman edin. Mütləq. Qaçış idman növünün dünyada təbliğatının aparılmasında təbii ki, marafon yarışlarının böyük əhəmiyyəti var. Marafon yarışının mənşəyi qədim Yunanistana gedib çıxır. Eramızdan əvvəl 490-cı ildə Yunanlar və Farslar arasında marafon döyüşü baş verib.
Əfsanəyə görə Yunan hərbi elçisi Filippid Marafon şəhərindən Afina şəhərinə qaçaraq qələbə xəbərini çatdırıb. Elə bu məsafə təxminən 40 kilometr idi. İlk Olimpiya oyunları 1896-cı ildə Afinada keçirilib və ilk marafon qaçışı da orada təşkil olunub. Təqribən 40 kilometr məsafədə. 1908-ci ildə Londonda təşkil olunan Olimpiya oyunları zamanı isə marafon qaçışının ilk nöqtəsi Windsor Castle, son məntəqəsi isə White City stadionu olur. Bu marşrutun məsafəsi isə 42 km 195 metr idi. Beləliklə, kraliçə ailəsinin təsadüfi istəyi nəticəsində marafon qaçışının tam məsafəsi müəyyənləşmiş olur. 41 kilometr 195 metr məsafə sonradan idman dünyasında bəyənildi və 1921-ci ildə Beynəlxalq Atletika Federasiyası tərəfindən rəsmi marafon məsafəsi kimi qəbul olundu. Ölkəmizdə də 2016-cı ildən sağlam həyat tərzinə təşviq məqsədi ilə Bakı marafonu kütləvi qaçış yarışı keçirilir. Birinci dəfə mən Bakı marafonuna qoşuldum və Bakı marafonunda finiş etmək mənə o qədər zövq verdi ki, Paralimpiyaya gəldim və nəticədə mənim bu sahədə yetişməyim Azərbaycanda qaçışın da populyarlaşmasına təkan verdi. Mən bu yarışları keçirdirəm artıq. Amma ilham aldığım yer bəs Bakı marafonudur. Bakı marafonu çox maraqlıdır. Bir uzaq məsafə qaçmaq istəyən hər bir kəsə deyirəm ki, növbəti ildə may ayı üçün hazırlaşsın, Bakı marafonu qaçsın ki, ondan sonra çox böyük möcüzələr baş verir. Bəzən tək qaçarkən insanın motivasiyası düşə bilər, amma klub daxilində, qrup şəklində qaçmaq bu davranışı daha da möhkəmləndirir. Elə biz də ölkəmizdə fəaliyyət göstərən həmin klublardan bir neçəsi ilə yaxından tanış olduq. Son 3 yıldır UTR olarak biz her hafta o düzenli antrenmanlarımızı yapıyoruz ve çok güzel sonuçlara ulaşıyoruz. Ultra derken yani maratonun üstü 42.2 kilometrenin üstü olan bütün mesafelere ultra deniliyor. Bu hem yolda koşulabilir veya cıgırda yani dağda, toprakta koşulabilir ki trail dediğimiz de aslında o cıgır demektir. Yani biz hem yolda veya dağlarda ultra koşanlarız hem de aynı zamanda trail'de de çok üstün başarılar elde etmiş bir kulübüz. Türkan Doktor bizim takım üyelerimizden. Kendisi de koşuya çok istekli, meraklı ve çok güzel halihazırda başarılar elde etmiş bir arkadaşımız. Bu ilin noyabr ayı 2 il olacaq ki komandadayam. Qaçışda birinci növbədə hər kəs düşünür ki, sürət önəmlidir, amma nə önəmlidir? Müntəzəmlik. Consistency, Daimi olmaq. daimilik, aynen. Bəli. Və ilk başlayanlar üçün də düşünürəm tövsiyelərimizi verərdik. Kesinlikle. Yani hiç çekinmeyin. Aman işte ultralar 42 kilometreler vesaire yok. O korkulası şeyler değil. Hepimiz başlamışız birkaç kilometreyle, yarım saatle, 15 dakikayla, 1 saatle. Günün sonunda doktorun çok güzel söylediği gibi o istikrar gösterildiğinde ve düzenli şekilde bu iş yapıldığında artık beden ona alışır, insan güçlenir ve daha da pozitif ortamda çok mutlu şekilde daha da güzel başarılara ulaşırız hep beraber. Bir aile gibi mehribanca çok mutlu bir ortam yaratıyoruz. Herkesi bekleriz. Klub şəklində qaçmaq əyləncəlidir. Heç şübhəsiz ki, biz hamımız, hərəmiz, özümüz tək qaçırıq, məşqlərimizi edirik. Amma bizim klub şəklində qaçmağımız bu həm əyləncəlidir, yeni dostlarla tanış oluruq, yeni həm fikirlərlə bir yerdə qaçırıq, bir yerdə idman edirik və əlbəttə ki, bu da bizim özümüzü də idmanda saxlayır, bizim özümüzü də qaçışda saxlayır. Baxın, beləliklə mən artıq bu günləri 77 beynəlxalq marafon qaçmışam. Bu da əlbəttə ki, klubun hesabınadır. Klub yaranmamışdan hamımız tək-tək qaçırdıq və marafonçuların sayı Azərbaycanda cəmisi 8 nəfər idi. 2015-ci ildə təsəvvür edin ki, bizim klub yaranandan sonra və digər klublar da yaranandan sonra indi marafonçuların sayı məncə 500-ü artıq keçib. Bax, bu məhz o klubçuluğun xidmətidir. Yaxşısı budur verilişi vasitəsilə mən sizləri, hamınızı Bakı Marafon Klubuna dəvət edirəm. Gəlin, birlikdə yürüyək,
birlikdə qaçaq, sonra birlikdə gedək, mötəbər marafonları finiş eləyək. Son olaraq onu bilin ki, müntəzəm qaçış bədən quruluşu üçün müsbət irəliləyiş deməkdir. Qaçmaq xarici görünüşü gözəlləşdirir. Gözəllik isə özünə inamı artıran əsas əlamətlərdəndir. Sağlam olmaq istəyirsənsə qaç, güclü olmaq istəyirsənsə qaç, gənc qalmaq istəyirsənsə qaç. Bu qədər faydalarını bildikdən sonra düşünürəm ki, qaçmağı gün aşırı rutin halına gətirəcəksiniz. Çünki sizə mental cəhətdən daha çox faydaları olan qaçışı sevmək lazımdır. Gələn həftə yeni araşdırmamızda görüşənədək. Hələlik!